ədalətsiz mübarizə əslində zəfər sayılmaz. O özü zülmdür. Əgər bir cəmiyyətlə, bir qövmlə, bir millətlə, xalqla ədalətsizcəsinə davranmış olarsa bir kəs, əslində onlara zülm etmiş olar. Amma İslam ali din olduğundan, sülh və ədalət dini olduğundan, İslam düşmənə belə rəhm göstərəcək qədər uca bir dindir. Necə ki, döyüş zamanı Peyğəmbər Salavatullahın azyaşlı uşaqlara, qadınlara, qocalara və rahiblərə toxunmayın deməsi məhz İslamın düşmənə belə mərhəmətlə davranacaq qədər ali və uca bir din olduğunu biz görə bilirik.